Pencəyin qolundakı bu düymələrin məqsədi nədir? Bəzən görə bilərsiniz ki, müəyyən pencəklərin qollarındakı düymələr aktivdir, açılır, bağlanır. Əslində bu funksional deyil, sadəcə onun özəl tikilişi barədə, keyfiyyəti barədə xəbər verir. Bir 100 il bizi öncəyə getsək, görərik ki, bunu o zaman cərrahlar üçün edirdilər. Çünki cərrahlar müəyyən bir hallarda təcili əllərini cırmalayıb nəyisə etmək lazım idi. Onda pencəyin düymələrini açıb cırmalayırdılar və hansısa bir yardım etmək imkanı olurdu. Ondan sonra isə seriya tikilişlər, pencək və kostyumların tikilişləri başladığına görə daha asan olsun deyən onları sadəcə üstdən tikirlər. Bu çox kostyumlarda olur. Hətta bahalı kostyumlarda da ola bilər. Hazır kostyumlarda olur bu əsasən. Amma xüsusi özəl tikilən pencəklərdə və yaxud da ki, müəyyən yüksək keyfiyyətli brendlərdən pencəklərdə bu düymələri açmaq imkanı saxlayırlar. Bu da o pencəyin daha özəl olduğunu göstərmək üçündür. Əgər kostyum sifariş edirsinizsə, dərzidən xahiş edə bilərsiniz ki, onları aktiv olaraq saxlasın.